Salam, heç fikirləşmisiniz, bizim bu kürə şəklindəki dünyamızı o yaslı kağız parçasına necə sığdırırlar? Bugün gəlin xəritələrin arxasındakı o heyrətamiz dilemmanı və onların gizlətdiyi sirləri birlikdə açaq. Yəqin ki, bu klassik suallara rastlaşmısınız. Necə olur ki, xəritədə balaca Grenlandiya az qala bütün Afrika boyda görünür? Bax, bu sadəcə bir göz aldanması deyil. Bu, bütün xəritəçilərin üzləşdiyi əsas problemin, yəni kürəni yaslılaşdırmağın riyazi cəhətdən mümkünsüzlüyünün birbaşa nəticəsidir. Bəli, tamamilə düz başa düşdünüz. Divarınızdan asdığınız və ya atlasda baxdığınız hər bir dünya xəritəsi texniki olaraq səhvdir. Yaxşı, bəlkə tam yalan deməyək, amma mütləq reallığın təhrif olunmuş, yəni əyilib büzülmüş bir versiyasıdır. Və bu, xəritəçinin günahı deyil, bu, həndəsənin sərt və dəyişməz bir qanunudur. Gəlin məsələnin lap kökünə enək. Yaslı xəritə problemi. Sual çox sadədir. Kürəni qırmadan, cırmadan necə yaslamaq olar? Amma cavabı, bax o cavab minilliklərdir ki, ən yaxşı kartoqrafları və riyaziyyatçıları düşündürür. Əsas problem riyaziyyatdadır. Yəni, bir kürənin səthini heç bir yerini cırmadan, dartmadan və ya sıxmadan yaslı bir səthə çevirmək mümkün deyil. Təsəvvür edin, qlobusdakı enli və uzunluq xətlərini kağıza köçürməyə çalışırsınız. Mütləq haralardasa boşluqlar yaranacaq. Həmin boşluqları doldurmaq üçün də məcbursunuz ki, bəzi yerləri dartıb uzadasınız. Nəticə, təhriflər. Bunu başa düşməyin ən asan yolu portağal bənzətməsidir. Gözünüzün qabağına gətirin ki, yer kürəsi bir portağaldır. İndi onun qabığını tək bir parça halında soyub, masanın üzərinə yastı qoymağa cəhd edin. Nə baş verəcək? Qabıq mütləq ya ortadan cırılacaq, ya da kənarları dartılacaq. Bax, yer kürəsinin səthi ilə də baş verən tam olaraq budur. Yaxşı, bildik ki, təhriflər qaçılmazdır. Bəs bu görünməyən təhriflər əslində nələrdir? Xəritəçilər bir xəritə yaradanda 4 əsas şey arasında seçim etməli olurlar. Yəni, 4 qaçılmaz güzəştə getməli olurlar. Budur o 4 qaçılmaz güzəşt. Bucaq, sahə, məsafə və forma. Deməli, mükəmməl xəritə deyə bir şey yoxdur. Xəritəçi bunların hamısını eyni anda qoruya bilməz. Mümkün deyil. Birini düzəltməyə çalışanda, istər-istəməz o birlərindən hansısa pozulur. Buna görə də hər xəritə əslində müəyyən bir məqsəd üçün edilmiş bir kompromisdir. Bəs xəritəçilər bu dilemmanı necə həll edirlər? Cavab, proyeksiyalar adlanan məqsədli seçimlərdə gizlənir. Amma unutmayın, proyeksiyalar mükəmməl həll yolu deyil. Onlar sadəcə fərqli məqsədlər üçün hazırlanmış ağıllı kompromislərdir. Sadə dillə desək, kartoqrafik proyeksiya, qlobusdakı o dərəcə torunu kağıza köçürmək üçün istifadə edilən riyazi bir düsturdur. Və hər fərqli düstur, yəni hər fərqli proyeksiya, fərqli bir şeyə üstünlük verir və əvəzində fərqli bir şeyi qurban edir. Baxın, bu kompromisin praktikada necə işlədiyini göstərən əla bir nümunə. Tutaq ki, siz bir gəmi kapitanısınız və A nöqtəsindən B nöqtəsinə düzgün istiqamətdə getməlisiniz. O zaman sizə bucaqları qoruyan bərabər bucaqlı proyeksiya lazımdır. Yoxsa siz bir demoqrafsınız və ölkələrin ərazi ölçülərini bir-biri ilə müqayisə etməlisiniz, onda da sahəni düzgün göstərən bərabər sahəli proyeksiya sizin seçiminiz olmalıdır. Bəs o məktəb atlaslarında gördüyümüz, bizə normal görünən xəritələr. Onlar çox vaxt ixtiyari proyeksiyalardır. Bu proyeksiyalar heç bir xüsusiyyəti mükəmməl qorumur. Amma çalışır ki, bütün təhrifləri minimuma endirsin. Məqsəd nədir? Ümumi istifadə üçün vizual olaraq balanslı, gözə xoş bir xəritə yaratmaq. Yəni, heç nə mükəmməl deyil, amma hər şey kifayət qədər yaxşıdır. Yaxşı, bəs bu proyeksiyaları texniki olaraq necə yaradırlar? Bax, həndəsənin gücü burada işə düşür. Kartoqraflar bizim bu mürəkkəb dünyamızı xəritələşdirmək üçün 3 sadə həndəsi formadan istifadə edirlər. Silindir, konus və müstəvi. Birincisi, silindrik proyeksiya. Təsəvvür edin ki, qlobusun ətrafına bir vərək kağızı bükərək silindir düzəltmisiniz. Sonra qlobusun tam mərkəzində bir lampa yandırırsınız. Qitələrin kölgəsi o kağızın üzərinə düşür. Kağızı açıb yastılayanda əldə etdiyiniz şey silindrik bir xəritədir. Və bu kağız adətən ekvator boyunca qlobusa toxunur. Bax, bizim ilk sualımızın cavabı məhz buradadır. Grenlandiyanın Afrika qədər böyük görünməsinin səbəbi budur. Silindir ekvatorda qlobusa toxunduğu üçün orada təhrif sıfırdır. Amma qütblərə doğru getdikcə hər şey üfüqi şəkildə dartılır, uzanır. Bu, sahələri müqayisə etmək üçün dəhşətli olsa da, istiqaməti düz bir xətt kimi göstərdiyi üçün naviqasiya, yəni dənizçilik üçün əvəz olmazdır. İndi isə silindiri unudun, başqa bir forma düşünək. Konus. Sanki qlobusun başına bir ad günü papağı qoymusunuz. Konusun qlobusa toxunduğu o standart paralel boyunca təhrif minimum səviyyədə olur.
Bu da o deməkdir ki, konus proyeksiyası nə qütblər, nə də ekvator üçün deyil, məhz orta enliklər üçün idealdır. Məsələn, ABŞ, Rusiya və ya Çin kimi şərqdən qərbə doğru geniş uzanan ölkələrin xəritəsini çəkmək üçün mükəmməl bir seçimdir. Və nəhayət, azimutal proyeksiya. Burada isə sadəcə yastı bir vərəqi qlobusun tək bir nöqtəsinə, deyək ki, şimal qütbünə toxundururuq. Nəticə, sanki dünyaya birbaşa yuxarıdan baxdığınız bir mənzərə əldə edirsiniz. Birləşmiş Millətlər Təşkilatının emblemini xatırlayırsınız? Bax, o azimutal proyeksiyadır. Bu bizə dünyaya qütb mərkəzli, tamamilə fərqli bir baxış bucağı verir və Arktika və Antarktida kimi qütb bölgələrini təsvir etməyin yeganə məntiqli yoludur. Beləliklə, yastı xəritələrin problemlərini və ənənəvi həll yollarını gördük. Bəs indi, xəritələrin yeni dünyasında, yəni günümüzdə bizi nə gözləyir? Texnologiya bu qədim problemi necə həll edir? Gələcək həqiqətən də heyrətamizdir. Biz artıq statik, yastı təsvirlərə məhkum deyilik. Süni intellekt bizim yerimizə ən uyğun proyeksiyanı avtomatik seçir, Google Earth kimi interaktiv 3D platformalar isə təhrif problemini demək olar ki, tamamilə ortadan qaldırır. Əsas nəticə isə budur. Biz artıq xəritələrə kağız üzərindəki statik kölgələr kimi yox, planetimizin canlı, nəfəs alan, rəqəmsal bir modeli kimi baxmağa başlayırıq. Və sonda sizi bu sualla baş-başa buraxırıq. Əgər hər kəs dünyanı təhrifsiz, istədiyi bucaqdan görə bilsəydi, bu bizim qlobal qonşuluq, məsafə və bir-birimizlə əlaqə anlayışımızı necə dəyişərdi? Düşünməyə dəyər. İzlədiyiniz üçün təşəkkür edirik.